Atalar deyib ki, iti öldürsən də quyruğu buruq qalar. Yəni, nə edirsən et, itdir ki, itdir. Xisləti dəyişməz. Fransa Ermənistana silah satmaqda davam edir. Bunu yaxın zamanlarda Parisdən İrəvana uçan hərbi təyyarələrdən bilmək mümkündür. Yoxsa Fransanın hərbi təyyarəsinin İrəvanda nə iti azıb ki? Görünür, Fransa Qafqazda başını başlara qoşmaq istəyir. Amma bizdə belə bir atalar sözü də var. Burnun girməyən yerə başını soxma. Sonra sağ başı görə aparmarsan. Fransa 1944-cü il Chicago Konvensiyasının müddəalarını pozaraq mülki yük adı altında Ermənistana hərbi yük daşımış ola bilər. Fransanın hərbi nəqliyyat təyyarələrinin Ermənistandakı uçuş məlumatlarına əsasən belə bir nəticəyə gəlmək olar. A-News telekanalı həm Fransa mediasının rəsmi versiyası, həm də Fransa aviasiyasının İrəvana uçuşlarına dair məlumatları dərc edib. Materialda qeyd olunub ki, Fransa mediası hadisələrin rəsmi versiyasını təqdim edib. Xüsusilə Le Figaro Fransa prezidenti Emmanuel Macronun ötən həftə İrəvana səfərini Ermənistanla strateji tərəfdaşlığın bir hissəsi kimi təsvir edib. Müdafiə sahəsində əməkdaşlıq, o cümlədən Ermənistanın 2024-cü ildə Fransadan 36 ədəd Sezar haubitsalarının alınması üçün sifariş verdiyi bu gündəliyə daxil idi. Macronun Ermənistana rəsmi səfəri mayın 5-də başlayıb. ADSB məlumatlarına görə mayın 4-də Fransa hərbi hava və kosmik qüvvələrinə məxsus Airbus A330-200 təyyarəsi İrəvana gedib. Növbəti gün təyyarə İrəvandan Parisə uçub. Daha sonra isə Fransanın İstirletube hərbi aviabazasına yollanıb. Bu informasiyalar təyyarənin hərəkətini təsdiqləyir. Lakin yükün mahiyyətini açıqlamır. Belə bir sual yaranır. Bu reys yalnız rəsmi daşımalar üçün istifadə olunub, yoxsa daha geniş hərbi dəstəyin bir hissəsi olub? Bundan əlavə, eyni təyyarə əvvəllər martın 29-dan aprelin 3-nədək Yaponiya və Cənubi Koreya ərazisində qeydə alınıb. Həmin vaxt Tokyoda Fransa və Yaponiyanın müdafiə nazirləri müdafiə əməkdaşlığının yol xəritəsini imzalayıblar. Cənubi Koreyada isə aprelin 3-də Macron və prezident Lee Jae-myung müdafiə və energetika sahələri də daxil olmaqla əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər. Nəticədə biz yenidən təyyarənin hərəkətini görürük. Lakin konkret yükün daşınması barədə məlumatımız yoxdur. Materialda Fransanın A400M hərbi təyyarəsinə xüsusi diqqət yetirilir. Mayın 11-nə olan izləmə məlumatlarına görə o Cənubi Qafqaza doğru hərəkət edib. İddia edildiyi kimi bu marşrut üzrə yük Gürcüstan üçün qaz balonları, litium batareyaları və kimyəvi maddələr olaraq bəyan edilib. Lakin sual yaranır. Faktiki yük bəyan edilmiş təsvirə uyğun idi.